Xəbər verdiyimiz kimi bir qrup vətəndaş Aid Qrup Xaricdə Təhsil şirkəti və onun rəhbəri Nigar Fərhaddan şikayətçidir. Şirkətin sosial şəbəkə hesabında məsələ ilə bağlı paylaşım edilib. Bildirilib ki, şirkət müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Şirkətimiz fəaliyyətinə müvəqqəti ara verib. Fəaliyyətimiz həftə ərzində bərpa olunduqdan sonra bu barədə məlumat verəcəyik deyə paylaşımda yazılıb. Şirkətlə bağlı məlumatların şərh bölümündə isə Nigar Fərhadın saxlanılması haqqında rəylər yazılıb. Bildirilib ki, o müştərilərin şikayəti əsasında saxlanılıb. Qeyd eləyək ki, bir qrup vətəndaş Aid Qrup Xaricdə Təhsil şirkəti və onun rəhbəri Nigar Fərhad tərəfindən aldadıldıqlarını iddia edir. Şikayətçilərin sözlərinə görə xaricdə təhsil üçün ümumilikdə ən azı 21.350 manat ödəniş etsələr də nə vəd olunan xidmət göstərilib, nə də pulları geri ala biliblər. Onlar bildirirlər ki, hazırda şirkət rəhbəri və əməkdaşları ilə əlaqə saxlamaq mümkün deyil. Zərər çəkənlər hüquq mühafizə orqanlarına müraciət etdiklərini, zərər çəkənlərin sayının və ümumi maddi ziyanın bundan da xeyli çox olduğunu bildirirlər. Xatırladaq ki, Nigar Fərhad Kanal S-də sözün bitdiyi an verilişinin aparıcısı kimi tanınıb.